Əgər əzabdan qaçmağa çalışırsansa, onu 2 qat yaşamalı olacaqsan. Həyat səni sınayanda ətrafını gözəlləşdir. Lənkəranda Abu Talib müəllimin qonağı olduq. Gündüz müəllimin toyuna gedəndə Paus kafedə. Deyir ki, dostumuza elə bir yerdə yığışdıq, təşəkkür eləyirdik. Orada bir kofe ilə bağlı bir hekayə. Hekayə belədir ki, aşpaz görür ki, şagirdin heç kefi yoxdur. Çox narazılıq eləyir. Ona deyir ki, nə olub? O da deyir ki, bəs həyat çox qarmaqarışıqdır, çox əziyyət çəkirəm, problemlər. Aşpaz gətirir 3 qab qoyur və üçünün də içinə su tökür, qoyur qaynamağa və hərəsinin birinin içinə kök, birinin içinə yumurta, birinin içinə kofe tökür. Eyni dərəcədə qaynadıqdan sonra gətirir və göstərir ki, kökü çıxardır, kök çox yumşalmış vəziyyətdə olur. Yumurta sərtləşir, kofein isə ətri bütün ətrafa yayılır. Deyir ki, bax dostum, həyatda eyni dərəcədə qaynamaqlarından sonra fərqli vəziyyətə düşüblər. Kök kimi olacaqsansa, çətinlik olan kimi yumşalacaqsan və daha da vəziyyətin yaxşı olmayacaq. Yumurta kimi sərtləşmək də lazım deyil. Bəzən insanlar bir əziyyət görən kimi, biraz çətinlik görən kimi sərtləşirlər. Onlar insanlara qarşı da artıq etibar və güvəndə olmurlar. Kofe isə artıq bu qaynadıqca da öz ətri ətrafa yayılır. Əgər əzabdan qaçmağa çalışırsansa, onu 2 qat yaşamalı olacaqsan. Həyat səni sınayanda ətrafını gözəlləşdir.